Deyəndə ki, lənəllahu şimra, Allah şimrə lənət eləsin, yəni lənət o sifətlərə ki, o xüsusiyyətlərə ki, insanı şimr eləyir. O xüsusiyyətlərə Allahın lənəti olsun. O şimr ki, ölüb cəhənnəmə vasıl olub, çürüyüb çıxıb gedib. Amma şimrdə hansı xüsusiyyətlər var idi ki, gətirdi onu şimr elədi. Lənət deyəndə ziyarət Aşurada və yaxud başqa vaxtı, yəni o xüsusiyyətlər ki, insanı şimr eləyir. O xüsusiyyətlər ki, insanın dərinliklərində yatıb, yavaş-yavaş cücərir, böyüyür, yavaş-yavaş gətirir, insanı şimrə çevirir. O xüsusiyyətlərə lənət olsun. Və lənət deməyin də mənası budur ki, yəni mən o qədər nifrət eləyirəm. O xüsusiyyətlər ki, insanı şimr eləyir. Yəni o xüsusiyyətləri tapmaq, tanımaq lazımdır və islah eləmək lazımdır. Vallahi Kərbəla, Aşura, Məhərrəmlik, bunlar təkrar olunur. Biz elə o xüsusiyyətləri tapmayandan sonra vallahi bir mənası olmayacaq bu əzadarlığın.